Yaz uca hiss olunur, əməllə başlayıb. Ağac çiçəkləyib. Maşallah olsun, maşallah olsun. Azərbaycanın heç vaxt üstün qara buludlar almasın. İnsanlar avtomobili 3 məqsədlə alır. Birincisi alır, heç ondan istifadə eləyəsi vaxtı, halı, imkanı yoxdur. Hansısa bir səbəbdən etibərli başda sürə bilmir. Alır dekor kimi, gündə çıxardır qapıya, salır həyətə. Ceyhun əmi salam var olasan, Səliyyanın ağsaqqallarındandır, gözəl ağsaqqallarından. Dekor kimi çıxardır qırağa, salır həyətə. Ona təsəlli tapır ki, ömrüm günüm boşa keçməyib. Ömrüm günüm boşa keçməyib. Bax, bu maşın mənim bütün ömrümün mükafatıdır, yığıb maşın almışam. İkinci tip Bakıda mənim özümün rast gəldiyim məhəllədə filan insanlardır ki, qonşunun acığına maşın alıb xudpəsəndliyə. Deyirəm ki, kişi iş yerindən evə kimi 20 dəqiqəlik piyada yarım saatlıq yoldur da. Sonra deyirsən ki, piylənmədən əziyyət çəkirəm. Get piyada da. Qayıdır mənə deyir ki, bəs onda mən maşını niyə görə almışam? Demək sən maşını qonşunun acığına almışsan. Ki, qonşu xudpəsəndlik. Qonşu görsün ki, sənin maşının var. Üçüncü tip insanlar maşını istifadəsi üzrə, yəni öz işinə, gücünə, çörək qazanmaq üçün, balaların gəzdirmək üçün, xeyrinə şərinə gəlmək üçün, getmək üçün və bu insanlar şəhərdə, küçədə, bacada tıxac yaratmırlar, problem yaratmırlar. Çünki onlar daima punkt nazначения, öz məqsədləri üzrə hərəkət eləyirlər. Ağzını ayırıb yolda qalmırlar, çıxardıb yolda saxlamırlar ki, qonşu görsün ki, bunun da maşını var və yaxud da ki, işə risovqalıqla gedmirlər. Çörək dalıca, məqsədi üzrə, məqsədinə görə avtomobil alanlar yol hərəkəti qaydalarında, yol hərəkətində heç bir problem yaratmırlar. Əli bəy Hüseynzadənin heykəlidir. Demirəm Səliyyanın, bütün Azərbaycanın fəxridir ona görə ki, Məmməd Əmin Rəsulzadə özü belə qeyd edib ki, mən bir çox ideyaları məhz Əli bəy Hüseynzadədən götürmüşəm. Allah qəni-qəni rəhmət eləsin.